Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. İclasda rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, Azərbaycan Respublikası Prezidentinin administrasiyasının ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatı İmamverdi İsmailov, idarə müəssisə təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, dövlətimizin son 20 ildə qazandığı nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin, qüdrətli liderliyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və yenidən qurma işlərinin həyata keçirilməsinə başlanılıb. Vətən müharibəsində əldə etdiyimiz uğurlu qələbədən sonra dövlətimizin başçısı İlham Əliyev ümumilikdə Zəngilan rayonuna 14 dəfə səfər edib. Dövlət bayrağımızın Zəngilan rayonunda qaldırılması, görüləcək işlərin planlaşdırılması, yaşayış binalarının, iri müəssisələrin təməl qoyma mərasimi, tikinti işləri ilə tanışlıq, rayon sakinləri ilə görüş və açılış mərasimlərində iştirak edib. Vətən müharibəsindən sonra birinci pilot layihə Ağıllı kənd layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilmişdi. Ümumilikdə Zəngilan rayonuna 358 ailə, 1661 nəfər sakinin köçürülməsi həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini hər zaman əməli fəaliyyətində rəhbər tutan Zəngilan rayon icra hakimiyyəti 2025-ci il Konstitusiya və suverenlik ili ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı müəyyən işlər görmüş və bir sıra tədbirlər həyata keçirib. Ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərinə ciddi əməl etməklə dövlət rəhbərinin imzaladığı qanun, fərman və sərəncamlarında qarşıya qoyulmuş məsul vəzifələrin vaxtında və düzgün həyata keçirilməsi üçün zəruri tədbirlər görülüb. Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatı İmamverdi İsmailov, Dövlət Təhlükəsizliyi Xidmətinin Zəngilan rayon şöbəsinin rəisi İbrahim Məmmədov və digər çıxış edənlər rayonun sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri məqsədə uyğun hesab edərək, rayon icra hakimiyyəti başçısının hesabatını yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və ölkənin qarşısında duran yeni hədəflər barədə ətraflı məlumat verərək, rayonun gələcək fəaliyyətinə dair prioritet istiqamətləri xüsusi olaraq qeyd ediblər. Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.